Bəs görəsən mən nə zaman öz mətbəximi belə gözəl bəzəyəcəyəm dediyim illər o qədər olub ki, amma onda belə deyildi. Uşaqlarım balaca idi, özüm də demək olar ki, o qədər böyük deyildim. Başqa blogerlərin evlərini və yaxud da mətbəxlərini bəzədiklərini görəndə köks ötürürdüm ki, mənim nə zaman öz evim olacaq və nə zaman uşaqlar böyüyəcək, mən də evimi, mətbəximi belə gözəl şəkildə bəzəyəcəm. Bəzi insanlar, xanımlar nə bilim saytlardan və yaxud da hər hansı bir yerə gedəndə özlərinə ən çox geyim, kosmetika, zinət əşyaları alırlarsa, mən o 10% aidəm ki, ancaq evə aid, mətbəxə aid nəsə vururam. Hər hansı bir yerə gedəndə də gözüm ancaq evə aid əşyalar, mətbəxə aid əşyalar, elə şeylər axtarır. Çox sevirəm. Sanki evimin gözəl olması mənim də gözəl olmam deməkdir. Bəlkə də düz etmirəm, onu da bilmirəm. Amma hələlik ki, belə davam edir. Bəlkə də çox arzulamışam deyə belə gedirik, bilmirəm. Həm də çəkiliş edən, ümumiyyətlə video çəkən, mətbəxdə ən çox zamanını keçirən xanımlar yaxşı bilirlər ki, bizə tez-tez, necə deyim, belə sunumlu qablar lazımdır ki, videoda da qəşəng görsəsin. Çünki tamaşaçıların da gözünü, sənə baxan izləyicilərin də gözünü oxşamalısan. Məsələn, o günləri biz getmişdik, bacım qız əməliyyat olurdu. O anda belə mən yenə də orada hər hansı bir mağazaya girdim. O ilk videoda olan ağ qabları aldım ki, yox, mən bunlardan çox xoşum gəlir. Artıq əlimdə kulok görəndə hamı bilir ki, mən evə aid nəsə almışam. Anam da dilə gəlir ki, nə qədər qab-qacaq almısan sən, yenə də bəsdir demirəm. Bu qablar isə Temudan vurmuşam. Düzdür, bir aya yaxın geciksələr də, amma nə yaxşı ki, gəldilər. Çünki çoxdandır bu qabları almaq istəyirdim. Arzusundaydım. Şükür Allaha ki, bu günləri gəldi. Altları üçün həsir də aldım, qoydum. Mənə elə gəlir ki, elə çox qəşəng görsənir. Mən adətən belə fikirləri Pinterestdən götürürəm. Pinterestdəki mətbəxlərin görünüşü, dizaynına çox baxıram. Çox xoşum gəlir. Və yaxud da hər hansı bir blogerdə də nəsə baxanda, kənardan gözümə xoş görsəndə mütləq o fikri də özüm üçün uğurlayıram. Bir də nə alıramsa əgər, mütləq yanlarında güllər də alıram. Çox sevirəm mətbəxdə gülləri. Mətbəxdə, otaqda gülləri, ümumiyyətlə güllərə baxmaq adamın sanki könlü də açılır. Hətta bir ara hamıma belə alıb qoyurdum ki, çox gözəl görsənir. Bu fikir yenə də məndə var. Burada da bu taxta atlığı almışdım ki, yağdanlığın altına qoyam. O gülü də Temudan vurmuşdum ki, onların yanına qoyacağam. Bu ağ qabları almamışdan əvvəl Temudan vurduğum akrildən olan plasmas qabı sifariş etmişdim ki, bunun yerinə onu qoyacaqdım. Amma bu ağ qabları görəndən sonra çox vuruldum və düşündüm ki, mütləq bunu almalıyam. Ona görə də hələlik o plasmas qabı qoymadım. Düşündüm ki, bir müddət sonra dəyiş edərəm. Bunu götürüb onu qoyaram. Biraz da arada bir dəyişiklik etmək də insanın özünə də çox yaxşı gəlir. Və artıq burada aldığım güllərlə, kəkli otuyla, çayları ilə saxlama qablarını doldurdum. Altlıqları yerləşdirdim. Mənə elə gəlir ki, mətbəxim qəşəng görsəndi. Özümə baxanda çox xoş idi. Bəs siz xanımlar hansı sinifə aidsiniz? Daha çox özünüzü bəzəyən, yoxsa daha çox ev əşyaları alan? Bu gün isə məndən bu qədər. Hələlik.